adamdır deyəsən belə. Da, здравствуйте, я ваш Bəli, bəli. Çox gözəl filmdir. Yaşıl eynəkli adam tamaşasından danışdı və istəyirəm nigarançılığa da toxunaq. Çünki nigarançılıq Ramiz Həsənoğlu, ümumiyyətlə Ramiz müəllim bu tamaşaları zərgər dəqiqliyi ilə işləyir. Yəni o aktyor seçimi, aktyor heyəti, yəni orada çox gözəl bir aktyor ansamblı var idi və Ramiz müəllim də təbii ki öz aktyorları var, amma arada dəyişir. Başqa bir aktyorlar da dəvət edir. Kəşfiyyatçıdır, o yeni adlar çıxarır. Bəli. Hər adamın işi deyil. Təbii ki. Amma həmişə o tamaşalarında yəni Yaşar Nuri özünə məxsus bir yeri olur və nigarançılıqda da sizin çox maraqlı orada obrazınız var, erməni obrazıdır və orada həmişə gülürəm o səhnəyə ki, bu adamlar yığışıblar, bunlar ancaq burada belə qəzəllər, feyziyab olurlar, yəni bunlar başqa bir aləmdədirlər, amma bu da onları hər gün güdür ki, bunlar indi nəsə siyasi bir səhv buraxacaqlar. Yari, vəsil şövqi, mütürü bir rəqbət xizar olmaz. Gülü hər ləhzi aşiq. Ömür ki var. Şükür. Şükür Allah. Yari, vəsil şövqi, mütürü bir rəqbət xizar olmaz. Gülü hər ləhzi aşiq. Tərabi xarımar olmaz. Neçə vaxtdır ki, mən bu kitabın məcnunu olub düşmüşdüm səhraya. Əgər əndişə xatirinaq dəsturi mərac etsə o dilbər kim, kəvakib eşqi, qəbzi xaksar olmaz. Mən öz vicdanıma and içə bilərəm ki, belə ölməz sözləri Azərbaycanın bərgüzide şairlərinin heç biri səhni mətbuata çıxarmayıb. İndi dalına qulaq asın. Cəmin cəmmal cümali cəlali cül eyliyibdir ki, ay can, həzb-i tahir, dəf-i xəta, təhnimul bilal. Nə qədər məziyyə, siz bir maharətə baxın ki, bir dənə cim hərfilə nə böyük mənanı ifadə edir, nələr anladıq. İndi özünüz, ay ağalar, insafla deyin, belə nadir incinin nigarançılığını çəkməyə dəyər ya yox? Dəyər. Bəli. Və orada da belə alınır ki, gedir onda Şarovski orada Şarovski Pristav rolunda. Deməli, Rus Dram Teatrında bir sıra aktyorları bu tamaşada iştirak edir. Yəni Ramiz müəllim nigarançılıqda heyf ki onu gec-gec göstərirlər. Çox təəssüf, bəli. Ekranlarda, televiziyada. Mənə gəlir ki, onu tez-tez çox mənalı və düşündürücü tamaşadır. Cəlil Məmməd Quluzadənin 5 ya 4 hekayəsinin əsasında görkəmli bizim yazımçımız Anar senariyanı yazmışdı və bu tamaşada Ramiz Həsənoğlu demək olar ki, bütün qaymaqları, Azərbaycan aktyorların, sənətkarların bütün qaymaqları yığdı ora bu tamaşaya. Rus Dram Teatrından bu yaxınlarda dünyasını dəyişmiş Hacı Murad Yagizarov orada var idi. Allah rəhmət eləsin. Lyudmila Duxovnaya olmalıdır. Yəni Lyudmila Duxovnaya, Yuri Baliyev, o da rəhmətli. Sonra Aleksandr Markatun. Bəli. Sonra o bəstəboy aktyor var. Nadir Abdulrahim Bəyov. Bəli.
Çox əla yəni heyət idi, çox maraqlı tamaşadır. Natalya Baliyeva da çəkilirdi orada.